Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun. Mübarək Ramazan ayındayıq. Ramazan ayı Allahın rəhmət ayıdır. Çünki Allahın rəhmət sifəti Ramazan ayında bütün bəşəriyyət üçün, bütün insanlar üçün açılır. Hər bir insan, hətta oruç tutmayan olsun, Ramazanın gəlişini duyur, Allahın rəhmətini hiss edir. O şəxs ki, qəlbini Allahın rəhmətinə qarşı bağlayıb, təbii olaraq onun qəlbinə Ramazanın mənəvi qoxusu getməz. Amma o şəxs ki, qəlbini Allahın rəhmətinə qarşı, Allahın mərhəmətinə qarşı açıb, o Ramazanın gəlişini hiss edir. Oruç tutmasa da belə, müəyyən ibadətləri yerinə yetirə bilməsə belə, amma Allahla, Allaha qarşı, Allahın rəhmətinə qarşı ümidlidir, istəklidir, Allaha ibadət etməyə hərislidir. Mövzumuz düşüncə barəsində idi. Biz buyurduq ki, İslam təlimlərində düşüncə həmişə nəyinsə üzərində olur. Ola bilməz ki, bir insan desin ki, düşünürəm, amma heç bir şey düşünmürəm. Xeyr, düşüncə hər bir formada nəyinsə üzərində olur. Buna görə Quran-ı Kərim buyurur ki, sən ali düşüncə, ali təfəkkürə yönətmək üçün müəyyən mərhələləri keçirməlisən. O mərhələlər maddi aləm adına bilər, o mərhələlər xəyal ola bilər, vəhm ola bilər və zənn ola bilər və eyni zamanda nəfsi istəklərə, dünyəvi istəklərə bulaşmış düşüncə ola bilər. Və buna dedik ki, Quran-ı Kərim nəyin üzərində düşünməyə dəvət edir? Yaradılış, insanın özü, keçmiş ümmətlər və Quran barəsində düşünmək. Ramazan ayı yalnız bədəni ibadət olmasın, eyni zamanda bizi düşünməyə dəvət etsin. Nə barəsində? Yaradılış, özümüz, keçmiş ümmətlərin aqibəti və eyni zamanda Quran-ı Kərimin ayələri bütün bunları bizə xatırladan bir kompas və göstəricidir. Mövzumuz təfəkkürə mane olan səbəblər barəsindədir. Quran-ı Kərim buyurur ki, hansı məsələlər insanın təfəkkürünə manedir? İlk olaraq, insanın maddi aləmdə ilişib qalması təfəkkürə manedir. İnsan edə bilir ki, yalnız həqiqət zahirdə gördükləridir. Elə bilir ki, yalnız və yalnız maddi aləmdir həqiqət. Buyurur ki, ya'ləmunə zahirə minəl həyətə dünya. İnsanların bir çoxu yalnız dünya həyatının zahirdə olanları görür. Və hum ənil axirəti hum qafilun. Onlar amma axirətdən nədir? Qəflətdədirlər. Demək, təfəkkür ucalması üçün ilk olaraq maddi sərhədləri yarmalıdır. İkincisi, xəyalda ilişib qalmamaq. Təfəkkürə mane olan səbəblərdən ikincisi, insanın xəyalda ilişib qalmasıdır. Xəyal aləmi. Ancaq insan öz düşüncəsini xəyalda məhdudlaşdırır. Quran bu barədə buyurur ki, lahiyyətən qulubuhum. Onların qəlbləri yalnız və yalnız oyun, əyləncə, bu kimi məsələlərdə ilişib qalır. Amma əsl insanlar barəsində, dözümlü, həqiqətsevər insanlar barəsində buyurur ki, ricalun la tulhihim ticarətun və la bey'un an zikrillah. Elə bir şəxslər var ki, alış-veriş, qazanc, onları Allahın zikrindən saxlamır. Demək, ikincisi insan xəyal aləmi. Xəyal aləmi düşüncə deyil. İnsan xəyal qurarkən düşündüyünü, təfəkkür etdiyini sanmamalıdır. Və üçüncüsü vəhmiyyət adlanır. Batil qorxular, saxta inanclar insanın düşüncəsinin qarşılanır. Qara bir şey keçdi və s. filan. Bunlar düşüncə deyil. Və eyni zamanda müxtəlif batil inanclar, eyni zamanda dediyimiz kimi zənnə qapılmaq, ehtimal, bunlar hamısı
Təfəkkür deyil. Təfəkkür kimi özünü göstərə bilər, amma təfəkkür deyil. Quranda buyurur ki, ya Peyğəmbər, əgər sən onların, yer üzərində olanların çoxsuna tabi olsan, yuzilluki ən səbilillah. Allahın yolundan səni azdırırlar. Təsəvvür edin ki, siz müəyyən bir məsələ barəsində 10 insandan məsləhət alın. 10 insanın 8-i sizə fərqli sözlər deyəcək. O deyəcək ki, belə giyin, bu deyəcək ki, bu rəng yaxşıdır, o deyəcək bu yemək dadlıdır. Baxın, insan müxtəlif zənn ehtimal üzərində buyurur. Ayənin davamında buyurur ki, İn yəttəbi'unə illə zənn. Niyə belədir? Niyə insanların çoxsu insanı həqiqi hidayət yolundan ayırır, azdırır? Allah buyurur ki, çünki onlar zənnə, ehtimala tabi olurlar. Və inhum illa yaxrusun. Çünki onlar istəyirlər ki, hədəs, güman, təxmin üzərindən fikir verirlər. Mənə görə, mənim hesabıma görə. Bu kimi məsələlərlə insanları istəyirlər hidayət etsinlər, yönləndirsinlər. Ona görə buyurur ki, Allah yoluna qalmaq istəyirsənsə, insanların mən belə düşünürəm, mənə görə kimi fikirlərindən uzaq olmalısan. Daha bir ayədə buyurur ki, İnnəllən lə yuğni minəl haqqı şeyən. 50 dənə, 100 dənə də zən əl-ələ versə, heç bir formada həqiqəti doğura bilməz. Əgər bir insan yanlış bir şey deyirsə, başqa bir şəxsə gəlib onu təsdiqləyirsə, üçüncü bir şəxsə gəlib onu təsdiqləyirsə, heç bir formada bu həqiqətə çevrilə bilməz. Bütün insanlar əlbir ola, bir yanlış bir fikrə səs verə, Quran buyurur ki, onların çoxluğu bunu həqiqətə çevirə bilməz. Demək, ehtimallar üzərində, zənn üzərində hər hansı bir şey təfəkkür alına bilməz. Eyni zamanda fikir mərhələsində insan artıq burada qərəz, istəklərdən uzaq durmalıdır. Çünki insan bəzən bu mərhələlərini hamısını keçə bilər. Amma fikir mərhələsinə çatdıqda isə nəfsi istəkləri, qərəzləri onu həqiqi təfəkkürdən ayıra bilər. Bu barədə Müddəssir surəsinin 18-ci ayəsindən ta 21-ci ayəsinə qədər baxa bilərsiniz. Burada bir şəxsdən danışır. Vəlid ibn Muğeyrə adlı bir şairdən. Ona Quranı təqdim etdilər. Özü şair idi, söz ustası idi. Ki sən bunu yoxla, gör bu şeirdən fərqlənirmi yoxsa yox. O gördü ki, həqiqətən də bu şeir deyil. Nə misrası, nə qafiyəsi şeir kimi deyil. Amma olduqca icazlıdır. Özü söz ustasıydı. Bilirdi bu hər hansı bir bəşərin sözü deyil. Amma Quran buyurur ki, İnnəhu fəkkərə. O fikir etdi. Fikirləşmək əvvəldə dediyimiz kimi yaxşı bir şeydir. Düşünür. Amma və qəddərə. Amma o bir ölçü götürdü. Düşündü. Amma bu düşüncəni müəyyən bir istiqamətə apardı. Ona görə buyurur ki, fəqutilə keyfə qəddərə. Ona ölüm olsun. Vay onun halına. Gör necə o ölçdü, biçdi. Demir, ölüm olsun çünki fikirləşdi. Fikirləşmək yaxşıdır. Amma o fikrini yanlış istiqamətə apardı. Niyə? Çünki o, əgər desəydi, bu həqiqətən də şeir deyil, bu başqa bir kəlamdır. İctimai nüfuzu əldən gedəcəkdi. Şairliyə əldən gedəcəkdi. Sən də bunu qəbul etdin, kimi fikirlərlə üzləşəcəkdi. Ona görə onun fikri nəfsinin üstündə işləmədiyi üçün başqa istiqamətə apardı. O belə buyurdu, dedi. Fəqal in həzə illə sehrun yusəd. Quran barəsində buyurdu ki, o sehirdir, örgədilmiş sehirdir. Baxın, insan müəyyən bir düşüncəni təfəkkür bilər. Amma nəfsi istək, qərəz tərbiyə olunmayıbsa, gəlib orada öz düşündüyünün, həqiqətin əksinə gedir. Eyni zamanda ən sonda isə yəqin mərhələsində insanın düşə biləcəyi problemlər var. İnsan bir şeyi tam olaraq bilər və yəqin də olar ki, bəli, haqq budur, amma ona qarşı gedə bilər. Bunun da ən başlıcası manisi budur ki, insan bilə-bilə bir şeyin əksinə gedirsə, o bildiyini öz
dərkində, öz düşüncə çərçivəsində təhlil edir və onun həqiqətini, onun gerçəkliyini reallıqla çözə bilmir. Buna görə Quran-Kərimdə buyurur ki, bəzi insanlar özünü bilə-bilə cəhənnəm alovuna aparırlar. Bu insanların isə Allah buyurur ki, xətəməllahu əla qulubihim. Artıq bunların qəlbləri qəflətə düşmüşdülər. Hər bir halda bunlar təfəkkürə mane olan məsələlərdir. İnşallah təfəkkür barəsində sizə əzizlərlə növbəti müzakirədə danışacağıq. Əssalamu aleykum və rəhmətullah.